Eyni vaxtda Ayan xanım gözəl səs tembirinə malik və bizdə mezzo soprano çox az bir ifasılarımızda olan bir tembirdir. Ayan xanım da gözəl bir səsi ilə lirik mahnılarımızı bizim ifa elədi və nəticə olaraq mənə elə gəlir ki, zal da öz alqışları ilə öz münasibətini göstərdi. O təəssüratı sizinlə bölüşdü. Ayan xanım, səsinizdə gecəyə rəng qatmışsınız, lirik ifalar az öncə dedilər. Sizdən də öyrənim təəssüratları. Sizin üçün necə keçdi? Hər vaxtınız xeyir olsun. İlk öncə bizə baxan hər kəsi salamlayıram. Naxçıvana artıq mənim ikinci səfərimdir. Amma biz kadr öncəsi həmsə bəli, uzun illər öncə olmuşdum, amma bu dəfə Naxçıvan mənim üçün tamam başqa bir təəssürat yaratdı. İnsanları çox mehriban, havası çox təmiz, dünənlərdə çox gözəl konsertimiz keçdi. İnsanların ifa etdiyimiz hər bir əsərə sevgi dolu baxışlarla baxması, bu özü bir uğur idi. Yəni, hər bir mahnıya, əsərə göstərdikləri sevgi və mən Vasif müəllimə, Ceyhun müəllimə təşəkkürümü bildirirəm. Onların əsərlərini ifa etmək mənim üçün böyük bir qürur hissidir. Nə gözəl, təşəkkür edirəm. Gözəl məktəb keçibdir və bayaq Ceyhun bəy doğru söylədi. Bugün Azərbaycanda barmaq hesabı mezzo sopranolar var ki, onun biri də Ayan xanımdır. Çox çətin bu Bir tembrdə əslində, bəli. diapazona malik olan bir səsdir bu.